Salam dəyərli izləyicilərim, mən Rəysad Eşonsda yenə sizinləyəm. Bu günləri mən Hyundai Sonata markalı avtomobilinin çəkişini eləyib sizə göstərmək istəyirəm ki, maşın podirovkaya gəlib və maşında nə işlər görüləcək, ətraflı olaraq bunu sizə göstərmək istəyirəm. Deməli, birinci kapotdan başlayıram. Dam podirovka olunmayacaq, sadəcə olaraq təmizlənəcək, çünki dam şüşədir. Belə bəzi yerlərdə, yəni daşlayan yerlərdə mən toçkaları qoymuşam. Belə yəni toçkalar ki var, mən qoymuşam. Siyirmələr ki var, bunların hamısını mən toçkalamışam. Maşın belə deyək, podirovka olunub, amma sizə göstərəcəm indi necə podirovka olunub. Burada da yəni toçkalar yəni qoyulub, cızıqlar yəni doldurulub. Və burada bu hissədə bura qara parlaqdır, amma bura maşının öz rəngində toçka vurublar. Burada da həmçinin bu sağ tərəf podnoşkadır. Bunu da yəqin ki mən təmizləyib öz rəngini vuracam. Müəyyən yerlərdə yəni cızıqlar var, demirəm yoxdur. Maşın da belə bir vəziyyətdədir, belə bozdu maşın. Maşın tanınmış bir, belə deyək, çox tanınmış bir servizdə podirovka olunub. Keramikada vurulub maşına, deyilənə görə keramikada vurulub. Düzdür, o servizin adını çəkməyəcəm, sadəcə olaraq göstərmək istəyirəm ki, yəni necə podirovka ediblər. Yiyəsi də, amma yəni avtomobil sahibi də yəni bundan yəni narazılıq eləyir. Maşını görürsünüzsə, maşının deməli arxası yəni kraskalanıb. Maşında belə şkurka izləri var. Burada şkurka izləri mən bunları doldurub yavaş-yavaş şkurkalayıram. Yəni bəzi yerlər ki var doldurmuşam, şkurkalayıram. Yəni bundan söhbət getmir, söhbət maşını yuyandan sonra belə bozarmalardan gedir ki, maşın kraskalanandan sonra belə bir şeylə yəni qarşılaşıb. Belə bir şeylə bu maşının arxa tərəfinin hər yerində var. Şkurka izləri, 2000'li şkurkanın izi yəni çıxıb ortalığa. Bu maşın bilirdi ki belədir. Yaxşı da yəni pul alıblar, amma belə deyək, iş effekti ortalığa çıxmayıb dəyərli izləyicilər. Hər yeri hara 2000'lik dəyibsə orada bozarmalar gedib. Əlbəttə ki 2-3 moykadan sonra başlayıb bozarmağa maşın. Belə şeylərlə rastlaşıb. Burada bilmirəm, bu qapı kraskalanıb, amma belə deyək, tozu götürmək istəyiblər, götürə bilməyiblər. Görürsünüzsə burada və şkurkanın izi ortalığa çıxıb. Əlbəttə ki bu tanınmış servizin podirovkasıdır. Belə deyək, mən burada bu yaxınlarda bilmirəm, bura nəsə dəyib. Mən bunu bir dəfə doldurmuşam və podirovka eləmişəm. Bunu söz vermirəm, yəni belə deyək, 50% söz verirəm ki itəcək fon olaraq, amma belə deyək, yaxından baxanda, yəni 1 metrədən, yarım metrədən baxanda ola bilər ki burada nəsə görünsün, amma 2-3 metrədən baxanda burada heç nə görmək olmayacaq. Belə burada da bəzi yerlərdə toska qoymuşam. Bu hissələr salamatdır, amma bu hissələrdə də şkurka izləri var, görürsünüzsə. Bəzi yerlərdə bozarmalar ki var. Bunlar maşının kraskalanan detalların hamısında var. Yalnız və yalnız belə deyək, o birisi detallarda yoxdur. Bəzi yerlərdə hara yüngül belə deyək, cızıq olubsa oranı şkurkalayıblar, amma şkurkanın izini götürə bilməyiblər. Belə. Bu hissələrdə də cızıqlar var, podnoşkalarda. Görürsünüzsə, bunları da maksimal dərəcədə çalışacağım ki, bunları da götürüm. Belə dəyərli izləyicilər, maşın bu vəziyyətdədir. İnşallah maşını podirovka edəndən sonra ətraflı olaraq bir də sizə bunu çəkib göstərəcəm ki, maşın necə alındı, nətər çıxdı maşın. Görürsünüzsə, burada kraskaya baxsa, boyaya baxsanız görürsünüz, bozarmalar gedir. Və yəqin ki mən bunu da bərpa edəcəm. Burada kraska belə bir vəziyyətdə qırışlanıb burada. Lak kraska qırışlanıb.
sıxılma nəticəsində istilik olub, sürüşmə gedib, nəticə stopu açıb buranı təmizləyəcəm. Belə dəyərli izləyicilər, etap-etap bunu çəkib sizə ətraflı olaraq göstərəcəm. Dəyərli izləyicilərim, mən maşını polirovka etmişəm. Damı sizə demişdim şüşə idi və belə deyək, obje lotka polirovka olub maşın. Əlbəttə ki, damı mən təmizləmişəm şüşələri. Keçək buradan, yəni burada bu belə çapıqlar ki var idi bu hissələrdə, yəni bunlar düzəldi, müəyyən qədər qalıb. Mən həmişə deyirəm ki, 100% heç kimə söz vermirəm. 40, 50, 60%-ə qədər söz verirəm. Hərdən elə olur ki, 70-80%-ə qədər qalxa bilir. Hətta 90%-ə qədər də olub, yəni ki, heç nə bilinməyib. Belə, maşın obje polirovka olundu, şüşələr də polirovka olundu. Kapotda belə deyək, bunu ümumiyyətlə avtomobil sahibi də yəni bilir. Kapotda xırda skolların izi çoxdur, dəhşətli dərəcədə çoxdur. Əslində kapot ya motovkalanıb laklanmaq, ya da ki kraskalanmaq, amma laklansa daha yaxşı olar. Bu hissələrdə müəyyən yerlər ki var idi. Bunlar hamısı demək olar ki bir 60-70%, yəni təmizləndi. Detallar hamısı təmiz şəkildədir. Bir-bir, yəni detallar nəzərdən keçirilib. Hamısı, yəni moykadan sonra, 2-3 moykadan sonra maşın bozarmasın. Yəni bozarma olmasın. Bu hissələrdə də bəzi yerlər ki var idi, onları mən toskalayıb doldurub şkurka polirovka etmişəm. Dam təmizdir. Bu plastiklər polirovka olundu. Bu plasmaslarla bir yerdə. Əlbəttə ki, güzgülər də olundu. Mən maşının nikellərini bağlamışdım. Bütün rezin hissələri bağlamışdım. İmенно bu hissələri saxlamışdım ki, bunları da, moldingləri də belə deyək, polirovka edib dərsəyə gətirmişəm. Tam əla bir vəziyyətdədir. Ən çox narazıçılıq yaradan, yəni belə deyək, problemli detallar maşında ən çox arxa detallar idi ki, ümumiyyətlə arxa detallar yaman gündə idi. Şkurkanın izləri və daha nələr var idi. Bu saat hal-hazırda şkurka izi zadı, bozarma, heç nə yoxdur. Hamısı əla bir vəziyyətdədir. Burada kraska çartlayan yer ki var idi, mən onu doldurmuşam. Düzdür, yüngül şiş var orada, amma belə deyək, bu saat buradan siz hal-hazırda heç nə görmürsünüz. Ümumiyyətlə kanallarda, bəzi kanallarda göstərirlər. Şpakerlə çəkdi, vəsiyo. Bu, buranın işıq düşən yerini göstərmir. Mən bu saat hal-hazırda sizə işıq düşən yeri göstərmirəm. İndi işıq düşən yeri göstərsəm, deyəcəksiniz ki, bəli, Eşonsu da düz deyir. Həqiqətən də həminki yeri göstərmirlər. Yalandan şpakerlə belə edirlər. Fon olaraq qaraltı, yəni ağardı, əgərsə ağ maşındısa. Vəsiyo, beləsinə qaydada çəkirlər. Mən indi sizə göstərəcəm. Düzdür, belə, yəni 2 metrdən, 3 metrdən baxanda, yəni çox belə gözə çarpmır. Amma yaxından baxanda daha dəqiq tutmaq olur. Düzdür, mən doldurmuşam ki, yəni soyulmasın və öz rəngində az bir miqdarda vurub yüngül şkurka polirovka etmişəm ki, qara plasmas görünməsin, yəni rəng olsun. Amma nə qədər də olmasa, yəni mən buna söz vermirəm ki, bu məni 100% itirəcəm. Xeyr, indi bu saat sizə göstərəcəm ki, orada vəziyyət necədir, dəyərli izləyicilər. Görürsünüzsə, doldurduğum yer bu yerlərdir. Fikir verirsinizsə, doldurduğum yerlər bu yerlərdir. Bunların hamısını belə deyək, mən buradan sizə göstərirəm. Amma beləsinə qoysam, bu hissəni yalandan şpaker çəksəm, kraska ilə doldursam, siz deyəsiniz, Eşonsu da bir dənə şpakerlə çəkdi, düzəldi, vəsiyo, əla, hər şey qaydasında, xeyr, elə deyil. Bunlar hamısı aldatma şeylərdir, belə, dəyərli izləyicilər. Və keçirəm bu hissəyə. Bu hissədə də, dəyərli izləyicilər, yüngül batıq olduğuna görə, görürsünüz, batıq olduğuna görə burada və bu hissədə də yəni batıq var. Nəsə dəyib, batıb, nəticə bilmirəm. Amma kraska sökülən yer ki var idi burada, yəni boya burada cırılmışdı birbaşa. Detal görünürdü, dəmir görünürdü, yəni ağır idi dəmir.
Bu da belə deyək, mən bunu maksimal dərəcədə, yəni mən deyirəm ki, kraskanı dediyim kimi maksimal dərəcədə çalışıram ki, heç olmasa bir 50-60%-ə qədər qaldıra bilim ki, yəni orada heç nə bilinməsin. Amma hərdən olur ki, görürsünüz ki, 70-ə qədər, 80-ə qədər, hətta 90-a qədər də qalxa bilir. Belə deyək. İndi bu saat hal-hazırda burada beləsinə deyək də, mən indi burada sizə göstərsəm, görürsünüzsə, yəni bu kraska olaraq, fon olaraq, yəni eynidir, amma batıq olaraq, əlbəttə ki, batıq. Görürsünüz ki, batıq var, yüngül izlər ki var, amma maksimal dərəcədə mən bunu belə deyək, doldurmuşam ki, bu hissədən heç nə görünmür. Yəni 1 metrdən qalmışam, mən bu saat bunu sizə çəkirəm. Buradan yəni heç nə görünmür. Sadəcə olaraq belə deyək, yaxından baxanda görünür. Bunu mən bütün müştərilərə deyirəm və belə deyək. Bir də dəyərli izləyicilər, burada mən bu hissəni уже kraskalamışam. Düz dırnağımın ucundan içəriyə qədər mən bunu kraskalamışam. Əlbəttə ki, mən o stopu sökmüşdüm. Dal-qabaq bamperlərin hər ikisi olunub. Arxa bamper əla vəziyyətdədir, amma qabaq bamperdə isə skolların izi çoxdur, dəhşətli dərəcədə. Yəni burada baxanda əməlli başlı görünür. Mən уже buna heç nə eləyə bilmirəm. Belə. Yüngül cızıqlar, zatlar ki var idi, onlar hamısı getdi. Bəzi cızıqlar vardı, getdi. Bu hissələrdə, əks tərəfdə də mən sizə göstərmişdim. Buraları doldurmuşdum. Onları mən sizə göstərdim. Və belə deyək, buferlərin tinlərində və ətəklərində var idi. Bunlar təmizləndi. Görürsünüzsə, bura təmizləndi. Az bir miqdarda burada. Az bir miqdarda yüngül qalıb. Amma demək olar ki, bu hissədə cızıqlar ki var idi, bunların çoxusu getdi, dəyərli izləyicilər. Bu qədər, dəyərli izləyicilər. Təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın. Təşəkkür edirəm, var olun məni izlədiyinizə görə.